İndi isə 9-cu dərsin mətn və tapşırıqlarını oxuyuruq. Bu dərsimizdə biz sifətdən ibarət olan təyini söz birləşməsi keçdik və indi isə bu mövzu ilə əlaqəli mətn və tapşırıqlara başlayırıq. Mən həzər-raculu, bu kişi kimdir? Huva Abbasun, o Abbasdır. Abbasun təcirun, Abbas tacirdir. Abbasun təcirun ğaniyyun, Abbas varlı tacirdir. Və burada biz görsək, fikir versək, Abbasun təcirun ğaniyyun ismi cümləsində Abbasun mübtədadır. Abbasun mübtədadır və təcirun isə xəbərdir. Və ğaniyyun isə sifətdir. Və biz dərsimizdə öyrəndik ki, Azərbaycan dilindən fərqli olaraq ərəb dilində sifətdən ibarət olan təyini söz birləşməsində və burada deməli təcirun ğaniyyun sözü deməli söz birləşməsi sifətdən ibarət olan təyini söz birləşməsidir. Və biz öyrəndik ki, Azərbaycan dilindən fərqli olaraq ərəb dilində sifətdən ibarət olan təyini söz birləşməsində sifət isimdən sonra gəlir. Azərbaycan dilində isə sifət isimdən əvvəl gəlir. Və sifət ərəb dilində sifət isimdən sonra gəlir və onunla 4 şeydə uzlaşır. Birincisi halda, yəni əgər isim raf halındadırsa, yəni dammadırsa, sifətdə damma olur, yəni rafda olur, adlıq halda olur. Və əgər isim yiyəli halda olarsa, sifətdə yiyəli halda, yəni cər olarsa, sifətdə cər olur. Və əgər isim nasbda, yəni təsirli halda olarsa, bu zaman sifət də təsirli halda, yəni nasbda olacaq. Və həmçinin bu birincisi. İkincisi, uzlaşır, sifət isimlə uzlaşır müəyyənlik və qeyri-müəyyənlikdə və biz fikir versək, təcirun sözü qeyri-müəyyənlikdədir və buna görə də ğaniyyun sifəti də qeyri-müəyyənlikdə işlənib. Üçüncüsü, cinsdə, yəni isim hansı cinsdə olarsa, sifətlə o cinsdə olmalıdır. Və təcirun sözü müzəkkər isim olduğuna görə, yəni kişi cinsində olduğuna görə, ğaniyyun sifəti də müzəkkərdir. Və həmçində dördüncü, kəmiyyətdə uzlaşır və kəmiyyət mövzusu barədə biz hələ keçmədiyimizə görə sadəcə biz təkdə olan isimləri öyrənəcəyik və təcirun təkdə olduğuna görə ğaniyyun da təkdədir. Və gələcəkdə biz öyrənəcəyik ki, əgər təcirun cəmdə olsa, o zaman ğaniyyun sifətinin də cəmi işlənəcək. Abbasun təcirun ğaniyyun, Abbas varlı tacirdir. Hamidun müdərrisun, Həmid müəllimdir. Hamidun müdərrisun cədidun, Həmid yeni müəllimdir. Və burada yenə də fikir versək, müdərrisun cədidun təyini söz birləşməsidir. Yəni sifətdən ibarət olan və cədidun sifətdir və müdərrislə yenə də həm halda, həm cinsdə, həm də müəyyənlik və qeyri-müəyyənlikdə uzlaşmışdır. Mə həzə, bu nədir? Həzə tuffəhun, bu almadır. Ət-tuffəhu fəkihətun ləzizətun, alma dadlı meyvədir. Və burada yenə də fikir versək, deməli, fəkihətun ləzizətun bu
sifətdən ibarət olan təyini söz birləşməsidir. Dadlı meyvə deməkdir. Və fikir versək biz görərik ki, ləzizətun sifəti fəkihətun ismi ilə, yəni meyvə ismi ilə, fəkihətun meyvə deməkdir, ləzizətun dadlı deməkdir. Fikir versək, ləzizətun sifəti fəkihətun sifəti ilə həm halda uzlaşıb, həm deməli müəyyənlik və qeyri-müəyyənlikdə uzlaşıb, gördüyümüz kimi hər ikisi qeyri-müəyyənlikdir və həmçinin də cinsdə uzlaşıblar. Yəni fəkihətun sözü müənnəs, yəni qadın cinsində olduğuna görə ləzizun sözünün sonuna da təmərbut əlavə olunub və fəkihətun ləzizətun alma dadlı meyvədir. Mə zəlikə o nədir? Zəlikə usfurun o sərçədir. Əl-usfuru tairun sağirun sərçə kiçik quşdur. Və yenə də burada fikir versək, tairun, sağirun söz birləşməsi, kiçik quş, bu sifətdən ibarət olan təyini söz birləşməsidir. Və ərəb dilində biz bildik ki, sifətə nəət deyirlər, amma sifətlənən ismə isə mən'ud deyirlər. Və yuxarıdakı cümlələrdə ləzizətun nəətdir, fəkihətun mən'uddur. Və burada da sağirun nəətdir, tairun mən'ud, yəni sifətlənən isimdir. Və gördüyümüz ki, burada yenə də sağirun, tairun quş ismi ilə deməli, həm halda, həm cinsdə, həm müəyyənlikdə, həm də kəmiyyətdə uzlaşmışdır. Əl-Arabiyyətu lüğətun səhlətun ərəb dili asan dildir. Və burada da Əl-Arabiyyətu lüğətun səhlətun cümləsində də Əl-Arabiyyətu mübtədadır, lüğətun xəbərdir, səhlətun isə lüğətun sözünün sifətidir. Və lüğətun səhlətun asan dil söz birləşməsində gördüyümüz kimi səhlətun sifəti lüğətun ismi ilə həm halda, həm deməli cinsdə, həm müəyyənlik və qeyri-müəyyənlikdə, həm də kəmiyyətdə uzlaşmışdır. Və burada gördüyümüz kimi deməli lüğətun səhlətun sözü söz birləşməsidir və sifətdən ibarətdir. Əl-Arabiyyətu lüğətun cəmilətun və yenə də gördüyümüz kimi lüğətun cəmilətun ərəb dili gözəl dildir. Lüğətun cəmilətun söz birləşməsidir və cəmilətun sifəti lüğətun ismi ilə yenə də gördüyümüz kimi həm halda, yəni hər ikisi rafdadır, həm cinsdə, yəni lüğətun ismi müənnəs isim olduğuna görə cəmilətun da müənnəsdir və həmçinin də müəyyənlik və qeyri-müəyyənlikdə uzlaşmışlar, yəni hər ikisi qeyri-müəyyəndir və həmçinin də kəmiyyətdə uzlaşmışlar. Ammarun talibun muctəhidun Ammar çalışqan tələbədir. Və gördüyümüz kimi yenə də burada talibun muctəhidun söz birləşməsində deməli muctəhidun sifəti talibun ismi ilə əvvəl qeyd etdiyimiz hal, cins, müəyyənlik, qeyri-müəyyənlik və kəmiyyətdə uzlaşmışdır. Və məhmudun talibun kəslənu Mahmud isə tənbəl tələbədir və burada talibun kəslənu tənbəl tələbə sifətdən ibarət olan təyini söz birləşməsidir. Və gördüyümüz kimi burada biz dərsdə qeyd etdik ki, sonu ənu ilə bitən sifətlər tənvin qəbul etmirlər və gördüyümüz kimi bunun sonu kəslənu, yəni raf halda kəslənu olur. Və həmçində gördüyümüz kimi bu da kəslənu sözü talibun sözü ilə
deməli, həm müəyyənlik, qeyri-müəyyənlikdə, həm cinsdə, həm də halda və həmçinin də kəmiyyətdə uzlaşmışdır. Mən əntə, sən kimsən? Ənə talibun, mən tələbəyəm. Əntə talibun cədidun, sən yeni tələbəsənmi? Və burada da talibun cədidun, yeni tələbə söz birləşməsidir. Nəam, ənə talibun cədidun, bəli, mən yeni tələbəyəm. İndi isə bizə növbəti tapşırıqda, deməli, bu tapşırığı oxuyub yazmaq bizə tələb olunur. Və burada bu tapşırıqda, deməli, birinci tərəfi mübtəda, yəni isimdən ibarət olan və ikinci tərəfi isə sifətdən ibarət olan təyini söz birləşməsi deməli olan ismi cümlələr bizə verilib. Yəni birinci mübtəda deməli isimdir, adi isimdir. Xəbər isə deməli sifətlənən xəbərdən ibarət olan sadə cümlələr bizə verilir. Və biz bu cümlələri oxuyub və burada deməli dərsdə keçdiyimiz, qeyd etdiyimiz sifətdən ibarət olan təyini söz birləşmələrini qeyd edək. Muhammedun talibun qadimun. Məhəmməd köhnə tələbədir. Və burada talibun qadimun deməli sifətdən ibarət olan təyini söz birləşməsidir və gördüyümüz kimi bunlar bir-biri ilə deməli həm halda, həm cinsdə, həm də müəyyənlik, qeyri-müəyyənlikdə və həmçinin də kəmiyyətdə uzlaşmışlar. Əzəlikər raculu müdərrisun cədidun. O kişi yeni müəllimdirmi? Və burada müdərrisun cədidun sifətdən ibarət olan təyini söz birləşməsidir. O kişi yeni müəllimdirmi? Lə huvə tabibun cədidun. Xeyr, o yeni həkimdir. Və burada tabibun cədidun yenə də deməli təyini söz birləşməsidir və burada cədidun nəət sifətdir, tabibun isə mən'utdur. Yuxarıdakı cümlələrdə isə qadimun nəət sifətdir, talibun isə mən'ut, yəni sifətlənən isimdir. Və burada da ikinci cümlədə cədidun sifətdir, müdərrisun isə deməli nəətdir, müdərrisun isə mən'utdur. Həzə dərsun səhlun. Bu asan dərsdir. Və burada da dərsun səhlun təyini söz birləşməsidir, sifətdən ibarət olan. Və səhlun sifəti gördüyümüz kimi dərsun sözü ilə deməli bayaq qeyd etdiyimiz həm halda, həm cinsdə, həm müəyyənlikdə, qeyri-müəyyənlikdə, yəni hər ikisi qeyri-müəyyənlikdə, həm də kəmiyyətdə uzlaşıb. Abbasun təcirun şəhirun. Abbas varlı tacir, məşhur tacirdir. Və burada yenə də şəhirun, təcirun, şəhirun, varlı tacir sifətdən ibarət olan təyini söz birləşməsidir. Bilalun mühəndisun kəbirun. Bilal böyük mühəndisdir. Və mühəndisun kəbirun deməli sifətdən ibarət olan təyini söz birləşməsidir. Əl-İnkiliziyyətu lüğətun sa'bətun. İngilis dili çətin dildir. Və burada da lüğətun sa'bətun, çətin dil söz birləşməsi təyini sifətdən ibarət olan təyini söz birləşməsidir. Və gördüyümüz kimi burada lüğətun sözü müənnəs, yəni qadın cinsində olduğuna görə sa'bun sözünün də sonunda təmərbuta işlənib və deməli qadın cinsində gəlmişdir. Əntə raculun ğaniyyun. Sən varlı kişisənmi? Lə ənə raculun fəqirun. Xeyr, mən kasıb kişiyəm.
Və burada raculun ganiyyun sifətdən ibarət olan təyini söz birləşməsidir, varlı kişi və həmçində raculun fəqirun kasıb kişi yenə də sifətdən ibarət olan təyini söz birləşməsidir. Əl-Qahiratu mədinətun kəbiratun. Qahirə böyük şəhərdir. Və burada da mədinətun kəbiratun söz birləşməsi sifətdən ibarət olan təyini söz birləşməsidir və gördüyümüz kimi burada yenə də deməli mədinətun sözü, şəhər sözü qadın cinsində müənnəs isim olduğuna görə kəbiratun sifəti də müənnəs, yəni qadın cinsində işlənmişdir. Əntə müdərrisun qadimun. Sən köhnə müəllimsənmi? Və burada müdərrisun qadimun, köhnə müəllim söz birləşməsidir, sifətdən ibarət olan. Lə, ənə müdərrisun cədidun. Xeyr, mən yeni müəlliməm. Və müdərrisun cədidun burada söz birləşməsidir. Həmidun talibun kəslənu. Həmid tənbəl tələbədirmi? Və burada talibun kəslənu, tənbəl tələbə söz birləşməsidir. Lə huva talibun muctəhidun. Xeyr, o çalışqan tələbədir. Və talibun muctəhidun yenə də burada sifətdən ibarət olan təyini söz birləşməsidir. Növbəti tapşırığımızda bizə bu boşluqlara münasib sifətlər qoymaq tələb olunur. Və gördüyümüz kimi bizə sadə nəqli cümlələr verilib, yəni mübtəda və xəbərdən olan sadə nəqli cümlələr verilib. Və bu cümlələrdə xəbərə biz xəbəri deməli sifətləndirməliyik, yəni xəbəri təyini sifətdən ibarət olan təyini söz birləşməsinə çevirməliyik. Və buna görə də biz xəbərdən sonra xəbərə münasib olan və onunla uzlaşan, yəni 4 kateqoriyada uzlaşan, yəni halda, cinsdə, müəyyənlikdə və qeyri-müəyyənlikdə və həmçində deməli kəmiyyətdə uzlaşan münasib sifətlər qoymaqla bunu söz birləşməsinə çevirməliyik. Xadicətu talibətun. Xədicə tələbədir cümləsi bizə verilib və biz bura məsələn muctəhidətun sifətini qoymaqla Xadicətu talibətun muctəhidətun. Xədicə çalışqan tələbədir. Və burada gördüyümüz kimi muctəhidətun sifətini biz qoyduqda bunu talibətun isminə deməli tam uzlaşdırdıq. Yəni gördüyümüz kimi talibətun sözü müənnəs olduğuna görə biz sonuna təmərbutu əlavə etdik və raf olduğuna görə xəbərdir, adlı halda da mərfudur və bu da mərfudur və həmçində qeyri-müəyyənlikdədir, bu da qeyri-müəyyənlikdədir və həmçində təkdədir. İkinci, Xalidun təcirun. Xalid tacirdir. Və biz bura məsələn ganiyyun sifətini qoya bilərik. Xalidun təcirun ganiyyun. Və ganiyyun sözünü, varlı sözünü, Xalid varlı tacirdir sözünü biz deməli təcirun isminə tam uzlaşdırdıq. Yəni rafdadır, həmçinin müzəkkərdir hər ikisi və hər ikisi əl artiklısızdır və təkdədir. Əl-Arabiyyətu lüğətun. Ərəb dili dildir. Və biz bura məsələn səhlətun sözünü qoyuruq, asan sözünü qoyuruq. Əl-Arabiyyətu lüğətun səhlətun. Ərəb dili asan dildir və lüğətun sözü müənnəs olduğuna görə biz səhlun sözünün sonuna təmərbuta əlavə etməklə onu da müənnəs çeviririk, yəni qadın cinsinə çeviririk. Əl-usfuru tairun. Sərçə quşdur.
Və biz bura, məsələn, sağirun sifətini qoyuruq. Əl-usfuru tairun sağirun. Sərçə kiçik quşdur. Və yenə də gördüyümüz kimi sağirun sifətini biz tairun sözünə, isminə uzlaşdırdıq. Ət-tuffəhu fəkihətun. Alma meyvədir. Və bura məsələn biz ləzizətun sifətini qoymaq istəsək, bu zaman biz deməli ləzizətun sifətini fəkihətun ilə uzlaşdırırıq və görürük ki, hər ikisi müənnəsdir. Yəni fəkihətun ismi müənnəs olduğuna görə ləzizun sifətinin sonuna tərbuta əlavə olunmuşdur. Və həmçinin də hər ikisi fəkihətun xəbər olduğuna görə rafdadır və ləzizətun da rafdadır. Ənə müdərrisun. Mən müəlliməm. Məsələn, cədidun. Ənə müdərrisun cədidun. Mən yeni müəlliməm. Və yenə də cədidun sifətini biz gördüyümüz kimi müdərrisun ismi ilə tam uzlaşdırdıq. Muhammedun tabibun qadimun. Məhəmməd köhnə həkimdir. Və qadimun sifətini biz tabibun ismi ilə uzlaşdırdıq. Əl-inkliziyyətu lüğətun sa'bətun. İngilis dili çətin dildir. Və burada gördüyümüz kimi yenə də lüğətun sözü müənnəs olduğuna görə sa'bun sözünün də sonunda təmərbuta işlənmişdir. Əəntə talibun qadimun. Sən köhnə tələbəsənmi? Və qadimun sifəti talibun ismi ilə uzlaşıb. Əl-qahiratu mədinətun. Və biz bura kəbiratun sifətini qoysaq, Əl-qahiratu mədinətun kəbiratun. Qahirə böyük şəhərdir. Növbəti cümləmizdə isə, növbəti tapşırıqda isə bizə deməli mübtəda verilib, mübtədalar verilib və digər tərəfdən bizə deməli uzlaşan, sifətdən ibarət olan uzlaşan təyini söz birləşməsinin ikinci tərəfi, yəni sifət verilib. Və biz bu sifətlərin önünə, əvvəlinə, yəni sifətlə ismin arasına münasib olan sifətlənən isim, yəni mən'ut qoymalıyıq. Və bizdə bu cümlə, bu tapşırıqda bizdən münasib, deməli, bu sifətlərə münasib mən'utlar, yəni sifətlənən isimlər seçmək, qoymaq tələb olunur. Məsələn, əl-arabiyyətu və burada səhlətun sifəti verilib və səhlətun deməli qadın cinsindədir və həmçinin əl-arabiyyətu qadın cinsində olduğuna görə biz bura qadın cinsində olan deməli söz qoymalıyıq. Əl-arabiyyətu lüğətun səhlətun. Ərəb dili asan dildir. Ənə talibun qadimun. Mən köhnə tələbəyəm və bura talibun sözü uyğun gəlir. Və həmçinin də ənə müdərrisun qadimun demək olardı və s. Ammarun ganiyyun. Ammar varlıdır. Burada verilib bizə və biz burada ganiyyun sözünə deməli uyğun, münasib olan, sifətlənən bir isim mən'ut seçməliyik. Məsələn, ammarun təcirun ganiyyun. Ammar varlı tacirdir. Həzə məksurun. Bu sınıqdır. Və biz bura münasib bir isim qoymalıyıq. Həzə qələmun məksurun. Bu sınıq qələmdir. Feysalun kəslənu. Feysəl tənbəldir. Və bura biz, məsələn, Feysalun talibun kəslənu. Feysəl tənbəl tələbədir. Və bizim keçdiyimiz qrammatik mövzulardan biri də, bu 9-cu dərsdə keçilən qrammatik mövzulardan biri də sonu ənu ilə
bitən sifətlərin tənvin qəbul etməməsini öyrəndik. Və biz əvvəlki dərslərimizdən də bildik ki, ərəb dilində mühüm qrup isimlər tənvin qəbul etmir və raf halda, yəni adlıq halda un yox, u kimi deməli tələffüz olunurlar və buna görə də bu isimləri biz tədricən öyrənəcəyik və birinci qrup ismi biz qadın adları, yəni qadın cinsində olan xüsusi isimləri öyrəndik ki, bunlar tənvin qəbul etmir. Məsələn, Fatimətu, Əminətu və bu dərsimizdə biz sonu ənu ilə bitən sifətlərin də həmçinin tənvin qəbul etməməsini öyrəndik. Məsələn, kəslənu tənbəl, cəv'anu ac, atşanu susuz, qadbənu qəzəbli, məl'anu dolu. Və siz fikir versək görərik ki, bunlar hamısı eyni formada və eyni modeldədir, yəni fə'lənu modelindədir. Və bu cür sifətlər, bu modeldə gələn istənilən sifət deməli tənvin qəbul etmir. İndi isə bu sifətlərin cümlə tərkibində işlənməsinə fikir verək. Ənə cəv'anu, mən acam. Əntə cəv'anu, sən acsanmı? Lə, ənə atşanu, xeyr, mən susuzam. Liməzəl müdərrisu qadbənul yevmə, müəllim bugün nə üçün qəzəblidir? Müəllim nə üçün bugün qəzəblidir? Burada əl-yevmə zərfdir və ona görə də nasb halında işlənmişdir. Mənası bugün deməkdir. Əl-kubu məl'anu, stəkan doludur. Təzə sözləri keçirik. Əl-lüğətu dil, şəhirun məşhur və həmçində bu sözün sinonimi məşhurun kimi də işlənir. Əl-mədinətu, əl-mədinə sözün hərfi mənası şəhər deməkdir. Yalnız sadəcə bu isim deməli xüsusiləşib, yəni Mədinə bildiyimiz Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin hicrət etdiyi Mədinə şəhərinə deyilir. Yəni, əl artiklı ilə işləndikdə Mədinə şəhəri nəzərdə tutulur. Ət-tairu, quş. Əl-yevmu, bu gün deməkdir və zərf kimi işlənsə cümlədə əl-yevmu yox, əl-yevmə kimi işlənəcək. Kəslənu, tənbəl. Cəv'anu, ac. Atşanu, susuz. Məl'anu, dolu. Qadbənu, qəzəbli. Əl-usfuru, sərçə. İndi isə keçid alırıq 9-cu dərsin 2-ci mətninə. Və bundan əvvəl keçdiyimiz 1-ci mətndə sifətdən ibarət olan təyini söz birləşməsinin əsasən biz qeyri-müəyyənlikdə uzlaşmasını deməli fikir verdik. İndi isə deməli həm halda, həm də müəyyənlikdə uzlaşmasına aid deməli cümlələri keçəcəyik. Əynəl müdərrisu, müəllim haradadır? Huva fil fasli, o sinifdədir. Və əynəl müdərrisul cədidu, yeni müəllim haradadır? Bəs yeni müəllim haradadır? Burada fikir versək biz, əl-cədidu, əl-müdərrisu sözünün sifətidir. Yəni, əl-müdərrisul cədidu, bu sifətdən ibarət olan deməli təyini söz birləşməsidir. Və burada gördüyümüz kimi əl-müdərrisu sözü əl artiklı ilə başladığına görə əl-cədidu sözü də
əl sifəti də əl artiklı ilə deməli əlavə olunub və həmçində hər ikisi rafdadır, yəni dammadır və hər ikisi müzəkkərdir. Əynəl müdərrisul cədidu, yeni müəllim haradadır? Huva indəl müdiri, o müdürün yanındadır. Və ində zərfdir, mənası yanında deməkdir və bu yalnız izafə formasında işlənir və mənası yanında deməkdir. Huva indəl müdiri, o müdirin yanındadır. Əynət talibul cədidu, yeni tələbə haradadır? Və burada görsək biz, fikir versək, ət-talibul cədidu sifətdən ibarət olan təyini söz birləşməsidir və yenə də bunlar bir-biri ilə müəyyənlikdə ət-talibus ismi müəyyənlikdə olduğuna görə əl artiklı ilə əl-cədidu sifəti də müəyyənlikdə işlənib. Yeni tələbə haradadır? Zəhəbə iləl məktəbəti, kitabxanaya getdi. Mən zəlikər rəculü tavilul-ləzi xaracəl-ənə minəl mədrasəti, indicə məktəbdən çıxan o hündürboy kişi kimdir? Və burada biz fikir versək, əlləzi nisbi sifəti işlənib, nisbi əvəzliyi işlənib və biz bildik ki, nisbi əvəzliklər Azərbaycan dilində olduğu kimi tərcümə olunmur və bunun mənası hərfən hansı ki olsa da, Azərbaycan dilində bu olduğu kimi tərcümə olunmur. Və əgər əlləzi nisbi sifət əvəzliyindən sonra feil gələrsə, nisbi əvəzlik ən şəkilçisi kimi tərcümə olunur və burada deməli ümumiyyətlə, ümumilikdə belə bir qayda deməli götürmək olar ki, əgər müəyyən isimdən sonra, müəyyənlikdə olan isimdən sonra əlləzi, yəni fərqi yoxdur, yəni hər hansı bir nisbi əvəzlik gələrsə, bu zaman nisbi əvəzlik deməli sifət kimi deməli götürülür, cümlə üzvü sifət götürülür və cümlədə təyini söz birləşməsi kimi tərcümə olunur. Və burada bunun tərcüməsi indicə sinifdən çıxan o hündürboy kişi kimdir? Cavab, huval mudirul cədidu, o yeni müdürdür. Və burada əl-mudirul cədidu sifətdən ibarət olan təyini söz birləşməsidir. Və əl-cədidu sifəti əl-mudiru ismi ilə gördüyümüz kimi uzlaşıb. وَمَنِ الْوَلَدُ الصَّغِيرُ الَّذِي خَرَجَ الْآنَ مِنَ الْفَصْلِ, bəs indicə sinifdən çıxan kiçik uşaq kimdir? Balaca uşaq kimdir? Və burada yenə də gördüyümüz kimi əlləzi nisbi əvəzliyi işlənib və ondan sonra feil gəldiyinə görə bu ən kimi tərcümə olunur, yəni indiki zaman feili sifəti kimi tərcümə olunur və həmçinin də əs-sagiru müəyyən isimdən sonra gəldiyinə görə bu, deməli, bu söz birləşməsi hamısı bir yerdə deməli, təyini söz birləşməsi kimi tərcümə olunur. İndicə sinifdən çıxan kiçik uşaq. Yəni burada əl-vələdu deməli, mübtədadır. Əl-vələdu sözü mübtədadır. Və əs-sagiru sifətdir. Əlləzi həmçinin sifət gedir burada. Və əlləzi xaraca minəl fasli isə bu, bayaq dərsdə öyrəndiyimiz kimi, bu nisbi əvəzliklərdən sonra deməli, mütləq cümlə gəlməlidir. Və bu cümlə nisbi əvəzliyin mənasını açıqlayır. Və nisbi əvəzlik ərəb dilində əl-ismul mavsul kimi deməli, deyilir, ifadə olunur və həmçinin də ismul mavsullardan sonra gələn cümlə isə silətul mavsul
deyilir. Və bunların, yəni bu nisbi əvəzliklərin ismul mevsul adlanmasına səbəb əl-mevsul sözünün mənası birləşən deməkdir. Yəni bunlar daim cümlə ilə bitişik vəziyyətdə, yəni cümlə ilə birlikdə işləndiyinə görə bunlara ismul mevsul deyirlər. Və cümlə isə özü öyrəndiyimiz kimi nəqli cümlə olmalıdır və ya şibh cümlə ola bilər. Huwa ibnul mudiril cədidi. O, yeni müdirin oğludur. Və burada biz fikir versək, əl-mudiril cədidi, yəni burada söz birləşməsi, sifətdən ibarət olan təyinli söz birləşməsidir. Və fikir versək görərik ki, əl-mudiri sözü əl artiklına başladığına görə əl-cədidu sözü də, cədid sözü sifəti də əl artiklı ilə başlayıb və həmçində əl-mudiri məcrur, yəni kəsrə olduğuna görə, yiyəli halda olduğuna görə əl-cədidi də burada deməli məcrurdur, yəni yiyəli haldadır. Limən tilkəs səyyaratul cəmilətu. O gözəl maşın kimindir? Və əs-səyyaratul cəmilətu sifətdən ibarət olan təyini söz birləşməsidir. Cavab: hiyə lil mudiril cədidi. O yeni müdüründür. Və burada da lil mudiril cədidi, yeni müdirin sifətdən ibarət olan təyini söz birləşməsidir. Və əl-mudiri, yəni cər məcrur olduğuna görə fikir versək, burada da deməli əl-cədidi məcrurdur. Limən həzəl kitabul kəbiru. Bu böyük kitab kimindir? Burada deməli əl-kitabul kəbiru nə't və mən'uddur. Əhuvə lil müdərrisi. O müəllimindirmi? Cavab: lə. Huvə lit talibil cədidi. Xeyr, o yeni tələbənindir. Və lit talibil cədidi burada deməli sifətdən ibarət olan təyini söz birləşməsidir və gördüyümüz kimi ət-talibi məcrur olduğuna görə əl-cədidi sifəti də məcrurdur. Əynəl mil'aqatus səğiratu. Kiçik qaşıq haradadır? Əl-mil'aqatus səğiratu burada sifətdən ibarət olan təyini söz birləşməsidir. Və əl-mil'aqatu müənnəs olduğuna görə əs-səğiratu müənnəsdir və həmçində hər ikisi əl artiklından başlayır. Cavab: hiyə fil kubi. O stəkanın içindədir. Əynəl kursiyyul məksuru. Sınıq kürsü haradadır? Huva hunəkə. O oradadır. Növbəti tapşırığımız yenə də deməli sifətdən ibarət olan təyini söz birləşməsinə aid cümlələrdir və bu cümlələri oxuyub və yazmaq bizdən tələb olunur. Ət-tabibul cədidu fil müstəşfə vət-tabibul qadimu fil müstəvsafi. Yeni həkim xəstəxanada, köhnə həkim isə tibb məntəqəsindədir, yəni poliklinikadadır. Və burada ət-tabibul cədidu gördüyümüz kimi sifətdən ibarət olan təyini söz birləşməsidir və hər ikisi müəyyənlikdədir, uzlaşıblar və hər ikisi mərfudur və hər ikisi müzəkkərdir və təkdədir. Həmçində ət-tabibul qadimu. Əl-qaləmul məksuru aləl məktəbi. Sınıq qələm yazı stolunun üzərindədir. Əl-qaləmul məksuru nə't və mən'uddur. Sifət və sifətlənən isimdir və uzlaşıblar.
El-mirvahatul cedidetu fil gurfetil kebirati. Yeni ventilyator böyük otaqdadır və burada el-mirvahatul cedidetu və həmçində el-gurfetil kebirati bunlar sifətdən ibarət olan təyini söz birləşmələridir. Və el-mirvahatu rafdadır, mərfudur, yəni adlı haldadır və ona görə də el-cədidətu mərfudur və həmçində müənnəs isimdir, bu da müənnəsdir və həmçində el artikılla başlayır hər ikisi müəyyənlikdədirlər və həmçinin də təkdədirlər. Eyni zamanda el-gurfətu sözü müənnəs isimdir, təmərbuta ilə bitir və ona görə də el-kəbiratu deməli, gördüyümüz kimi müənnəsdir və həmçində el-gurfəti məcrur olduğuna görə el-kəbirati bu da məcrurdur. El-lughatul arabiyyətu səhlətun ərəb dili asan dildir və burada da el-lughatul arabiyyətu ərəb dili sözü uzlaşan, sifətdən ibarət olan, uzlaşan təyini sözü birləşməsidir və əl-arabiyyətu sifətdir, əl-lüğa isə sifətlənən isimdir, yəni mən'uddur. Əl-vələdu-t-tavilu ləzi xarəcə minəl-faslil-ənə talibun minəl-hindi. İndicə sinifdən çıxan hündür uşaq Hindistandan tələbədir. Və burada biz fikir versək, deməli, əl-vələdu mübtədadır. Ət-tavilu sifətdir, yəni nə'tdir. Və əlləzi daha bir sifətdir, ikinci sifət nə't gedir. Və xaracə minəl fasli əl-ənə bu hamısı, bu deməli, silətul mevsul gedir. Yəni, nisbi əvəzlikdən sonra gəlib, nisbi əvəzliyi açıqlayan cümlədir. Talibun isə, talibun minəl hindi isə bu hamısı, deməli, xəbərdir. Və tərcüməsi, indicə sinifdən çıxan uzun, hündürboy uşaq Hindistandan tələbədir. Ənə fil mədrasəti sənəviyyəti. Mən 11 illik məktəbdəyəm. Və burada əs-sənəviyyəti, əl-mədrasətu sənəviyyəti, bu, əl-mədrasəti sənəviyyəti, deməli, sifətdən ibarət olan təyini söz birləşməsidir və əs-sənəviyyə sözünün mənası ümumiyyətlə Ərəbistanda üç növ məktəblər var. Əl-mədrasətul ibtidaiyyətu və bu, birinci sinifdən 4-cü sinifə qədər olan məktəblərə deyilir. İkincisi, əl-mədrasətul mutavassitatu və bu, 5-dən 8-ci sinifə qədər olan məktəbdir. Və üçüncü isə əl-mədrasətul sənəviyyətu, bu da 8-ci sinifdən, deməli 9-dan 11-ci sinifə kimi olan sinifləri deməli əhatə edir və həmçində bu məktəblərin hər üç növü bizim cümlələrdə işlənəcək, ona görə qeyd edirəm. Və əs-sənəviyyəti sözünün mənası ikinci dərəcəli məktəb və yaxud ikinci mərhələ kimi tərcümə olunur. Və burada gördüyümüz kimi əl-mədrasə müənnəs olduğuna görə əs-sənəviyyə sözü də müənnəsdir və həmçinin də əl-mədrasəti, yəni məcrur olduğuna görə əs-sənəviyyəti də məcrurdur. Zəhəbər-rəculul fəqiru iləl-vaziri. Ər-rəculul fəqiru, burada kasıb kişi nazirin yanına getdi və ər-rəculul fəqiru, kasıb kişi bu, sifətdən ibarət olan təyini söz birləşməsidir və gördüyümüz kimi uzlaşıb. Cələsət talibul cədidu xalfə hamidin. Yeni tələbə
Həmidin arxasında oturdu. Ət-talibul cədidu nəət və mənutdur. Əs-sikkinul kəbiru həddun ciddən. Böyük bıçaq olduqca itidir. Və ciddən burada olduqca deməkdir. Və əl-sikkinul kəbiru böyük bıçaq. Bu sifətdən ibarət olan təyini söz birləşməsidir. Mən həzəl vələdus-sagiru. Bu kiçik uşaq kimdir? Huvabnul müdərrisil cədidi. O, yeni müəllimin oğludur. Əl-vələdus-sagiru və əl-müdərrisil cədidi. Bunlar sifətdən ibarət olan təyini söz birləşmələridir. Növbəti tapşırıqda bizə cümlələr verib və bu cümlələrdə boşluq var. Boşluqlar verib. Və bu boşluqları biz mötərizədə olan, sol tərəfdə mötərizədə olan bu sifətləri bu cümlədə deməli boşluqdan əvvəlki ismə uzlaşdırıb, isimlə uzlaşdırıb təyini, deməli söz birləşməsi kimi işlətməliyik. Yəni müəyyənlik və ya qeyri-müəyyənlikdə uzlaşdırmalıyıq. O deməkdir ki, əgər bu boşluqdan əvvəlki isim əgər əl artiklı ilə başlayan müəyyən isim olarsa, biz mötərizədəki sifətə də əl artiklı əlavə edib, qoyub cümləni tamamlayacağıq. Və ya əgər mötərizədəki boşluqdan əvvəlki isim əl artiklsız qeyri-müəyyən isimdirsə və biz bu sifəti olduğu kimi qeyri-müəyyənlikdə bu boşluqlara qoyub cümləni tamamlayacağıq. Əynəl müdərrisu, müəllim haradadır cümləsi verilir və cədidun sifəti mötərizədə verilir bizə və cavab olacaq və gördüyümüz kimi əl-müdərrisu sözü əl artiklı ilə başlandığına görə biz bura əl artiklı əlavə edəcəyik və cavab Əynəl müdərrisul cədidu, yeni müəllim haradadır? Ət-təciru fis-suqi, tacir bazardadır. Boşluq verib bizə və kəbirun sifətini qoymalıyıq. Tacir sifətinə, isminə, deməli sifət qoymalıyıq. Və gördüyümüz kimi ət-təciru sözü əl artiklı başladığına görə və kəbirun sözünə də biz əl artiklı əlavə edəcəyik. Ət-təcirul kəbiru fis-suqi, böyük tacir bazardadır. Ənə talibun, mən tələbəyəm. Qadimun sifətini qoymalıyıq boşluğa və talibun sözü ismi qeyri-müəyyənlikdə olduğuna görə qadimun sifətini olduğu kimi qoyacağıq. Ənə talibun qadimun, mən köhnə tələbəyəm. Cələsət talibu xalfə Muhammedin, tələbə Məhəmmədin arxasında oturdu. Ət-talibu sözünə, isminə biz cədidun sifətini uzlaşdırmalıyıq və ət-talibu əl artiklı ilə başladığına görə cələsət talibul cədidu xalfə Muhammedin, yeni tələbə Muhammedin arxasında oturdu. Mənil vələdulləzi xaracəl-ənə minəl fasli, İndicə sinifdən çıxan uşaq kimdir? Və burada biz tavilun sifətini əl-vələdu isminə uzlaşdırmalıyıq və əl-vələdu əl artikli ilə başladığına görə mənil vələdu tavilulləzi xaracəl-ənə minəl fasli, İndicə sinifdən çıxan hündürboy uşaq kimdir? Ammarun vəladun, Ammar uşaqdır. Burada qasirun sifəti verilib bizə. Ammarun vəladun qasirun, Ammar alçaqboy uşaqdır. Feysalun tabibun, Feysəl həkimdir və şəhirun sifəti verilib bizə və tabibun sözünə uzlaşdırmalıyıq. Feysalun tabibun şəhirun,
Feysəl məşhur həkimdir. Limən həzəs-səriru, bu çarpayı kimindir? Və burada məqsurun sifəti bizə verilib və biz məqsurun sifətini əs-səriru sözünə uzlaşdırıb cümləni tamamlamalıyıq. Limən həzəs-sərirul məqsuru, bu sınıq çarpayı kimindir? Həzə qələmun, bu qələmdir. Yenə də məqsurun sifəti verilib və qələmun sözü ismi qeyri-müəyyənlikdədir. Həzə qələmun məqsurun, bu sınıq qələmdir. Əynəs-sikkinu, bıçaq haradadır? Burada həddun sifəti, iti sifəti verilib bizə və biz bu sifəti əs-sikkinu ismi ilə uzlaşdırmalıyıq və əl-artiklı ilə var. Başlayır bu isim. Əynəs-sikkinul həddu, iti bıçaq haradadır? Limən həzihis-səyyəratu, bu maşın kimindir? Və cəmilətun sifəti bizə verilib. Limən həzihis-səyyəratul cəmilətu, bu gözəl maşın kimindir? Növbəti tapşırığımızda bizə nisbi sifət, nisbi əvəzliyə aid olan, yəni əlləzi nisbi əvəzliyinə aid olan bizə deməli cümlələr verib. Və biz öyrəndik ki, ərəb dilində sual, işarə, şəxs əvəzlikləri ilə yanaşı nisbi əvəzliklər də vardır. Və nisbi əvəzliklər, bildiyimiz, dərsdə öyrəndiyimiz kimi, şəxs əvəzlikləri kimi, deməli, aid olduqları ismin müzəkkər, müənnəs, yəni kişi, qadın cinsi və həmçində tək və cəmdə olmasından asılı olaraq müxtəlifdir, dəyişir. Və nisbi əvəzliklərdən sonra biz öyrəndik ki, nisbi əvəzlikdən sonra mütləq nisbi əvəzliyi açıqlayan, yəni isim mövsulu açıqlayan bir cümlə olmalıdır. Cümlə gəlməlidir. Və bu cümləyə biz bildik ki, silətul mövsul deyilir. Yəni, nisbi əvəzliyi açıqlayan cümlədir. Və bu nisbi əvəzlik bu cümlə ilə birlikdə Azərbaycan dilində deməli, müxtəlif cür tərcümə olunur. Əgər nisbi əvəzlik, yəni ismul mövsuldan sonra fiili cümlə olarsa, çox vaxt nisbi əvəzlik an, ən, indiki zaman fiili sifəti kimi tərcümə olunur. Və əgər nisbi əvəzlikdən sonra deməli şibhü cümlə gələrsə, bu halda nisbi əvəzlik dakı-dəki kimi tərcümə olunur. Və biz deməli həmçinin öyrəndik ki, belə bir qayda kimi götürmək olar ki, əgər ismul mövsul, yəni nisbi əvəzlik müəyyən isimlərdən sonra gələrsə, o sifət kimi e'rab olunur və deməli təyini söz birləşməsi kimi götürülür cümlədə. Təyini söz birləşməsinin deməli sifəti kimi deməli götürülür. Və burada biz ət-talibul-ləzi xaraca minəl faslil ənə min indunisiyə və gördüyümüz kimi əlləzidən sonra, nisbi əvəzliyindən sonra xaraca feili işlənib və biz bunu indicə sinifdən çıxan tələbə İndoneziyadandır kimi tərcümə edəcəyik. Və burada ət-talibu deməli mübtədadır. Min indunisiyə xəbərdir. Əlləzi bu deməli sifətdir. Əlləzi burada deməli sifət gedir və xaraca minəl fasli isə bu silətul mövsul kimi deməli götürülür. Və tərcüməsi indicə sinifdən çıxan tələbə İndoneziyadandır. Və ikinci cümlədə isə gördüyümüz kimi deməli nisbi əvəzlikdən sonra, əlləzidən sonra şibhü cümlə işlənib
El-kitabu'l-lezî alel-mektebi lil-müderrisi. Stolun üzərindəki kitab müəllimindir. Və burada yenə də deməli el-kitabu mübtəda, lil-müderrisi xəbərdir. Və əlləzi yenə də burada deməli sifət kimi gedir. Və aləl-məktəbi silətul mövsuldur. Və deməli bildiyimiz kimi əgər nisbi əvəzliklərdən sonra şibh cümlə gələrsə, bu halda deməli nisbi əvəzlik dakı, dəki kimi çox vaxt tərcümə olunur və stolun üzərindəki kitab müəllimindir. Limən həzəl qaləmul cəmilu'l-ləzi aləl-məktəbi. Stolun üzərindəki bu gözəl qələm kimindir? Və burada da biz görsək, deməli həzə burada mübtəda gedir. Və limən xəbərdir, sadəcə sual əvəzliyi olduğuna görə önə keçib. Əl-qələmu bədəldir, bədəl gedir. Və əl-cəmilu sifət. Və əlləzi burada yenə daha bir sifət. Daha bir sifət gedir. Əlləzi və aləl-məktəbi isə silətul mövsul. Yəni, stolun üzərindəki bu gözəl qələm kimi tərcümə olunur. Və aləl-məktəbi gördüyümüz kimi nisbi əvəzlikdən sonra aləl-məktəbi şibh cümləsi gəldiyinə görə, yəni ön qoşma və isim gəldiyinə görə dakı, dəki kimi tərcümə olunur. Əl-beytul kəbirul-ləzi fi zəlikə şəri'i lil-vaziri. O küçədəki böyük ev nazirindir. Yenə də burada əl-beytu mübtəda, lil-vaziri xəbər, əl-kəbiru sifət, nəət, və əlləzi daha bir sifət, fi zəlikə şəri'i isə hamısı bir yerdə bu silətul mövsul kimi götürülür. O küçədəki böyük ev nazirindir. Əs-sərirul-ləzi fi ğurfəti Xalidin məksurun. Xalidin otağındakı çarpayı sınıqdır. Və burada əs-səriru mübtəda, məksurun xəbərdir. Əlləzi burada deməli ismül mövsul nisbi əvəzlikdir və fi ğurfəti Xalidin isə silətul mövsuldur. İndi isə bizdə burada deməli söz birləşməsi verilir. Beytun cədidun, yeni ev. Burada beytun deməli mən'uddur, yəni sifətlənən isimdir. Cədidun isə nə'tdir. Bu dərsdə işlənən yeni sözlər: əl-məktəbətu kitabxana, əl-ənə indicə, indi zərfdir. Əl-mirvahatu ventilyator və ya sərinkeş. Əl-vaziru nazir. Şəhirun məşhur. Həddun iti. Əl-mustavsafu tibb məntəqəsi. Əl-mədrasatu sənəviyyətu 11 illik orta məktəb.